Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Şair Qəşəm Nəcəfzadə Azərbaycan Respublikası Audio-Vizual Şurasının üzvü təyin edilib. Mətbuat AS xəbər verir ki, təyinatla bağlı məlumat Audio-Vizual Şuranın rəsmi saytında açıqlanıb. Qəşəm Nəcəfzadə Prezidentin 08 oktyabr 2025-ci il tarixində imzaladığı sərəncam ilə bu vəzifəyə təyin olunub. Qeyd edək ki, Nəcəfov Qəşəm Mirzəoğlu Nəcəfov 1 aprel 1957-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. 1981-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun, indiki Gəncə Dövlət Universiteti, Azərbaycan Dili və Ədəbiyyat fakültəsini bitirib. Uzun illər İmişli rayonunda müxtəlif orta məktəbində Azərbaycan Dili və Ədəbiyyatı müəllimi, dərs hissə müdirinin müavini vəzifələrində çalışıb. 1999-cu ildə Bakı şəhərinə köçüb. Bakı şəhər orta məktəblərində psixoloq, Təfəkkür Universitetində və Bakı Slavyan Universitetində işləyib.